İki cür xəbər çatdırılmalıdır tələbələrə. Yaxşı xəbər, pis xəbər. Yaxşı xəbəri çatdıran adam belə çatdırır. Filan kəs salam. Filan xəbər var sənə aid. Xəbərin detalları ilə deyir yaxşı xəbəri, hamısını. Pis xəbəri çatdıran adam necə deyir? Gəlir deyir ki, rəhbərlik sizi çağırır. Xəbərin özünü demir. Niyə demir? Çünki pis xəbəri çatdıran adam sabah o pis xəbərlə assosiasiya olunacaq. Filan kəs pis xəbər çatdıran adamdır. Mənim yaxınlarımdan biri son 10 ildə yaxın adamlarımızdan 3 nəfərin ölüm xəbərini mənə dedi. İndi həmin adam mənə zəng eləyəndə ürəyim tıpıldayır. Görəsən nəsə olub? Assosiasiya. Ustadlardan biri dedi ki, çöldə bir dənə qəza görmüsünüzsə, avtoqəza. Gəlib onu olduğu kimi evdə çatdırmayın. Niyə də demə? Gəlib evdə çatdırır. Çöldə avtoqəza gördüm. Bir nəfər yıxılmışdı, qolu buradan çıxmışdı, qanı buradan axırdı. Nə deyirsən? Şad xəbər deyirsən. Demə ümumiyyətlə. Demə çöldə qəza baş verib. Yaxşı xəbəri çatdır. Niyə? Çünki o pis xəbəri çatdıran adam evdə o pis xəbərlə assosiasiya olunur sonra.